Prezident yanında anti-insar və istehlak bazarına nəzarət Dövlət Agentliyi rəqəmsal və məişət texnikası, həmçinin mebel və tekstil satışı üzrə Azərbaycanın ən böyük mağazalar şəbəkələrindən Kontaktomun sahibi ABC Telekom MMC barəsində araşdırma aparır. Yenavaz.com agentlikdən açıqlanan məlumata istinadən xəbər verir ki, Hoffman markalı yağla işləyən elektrik qızdırıcılarının satışı ilə əlaqədar rəqabət qanunvericiliyinin pozulması halları ilə bağlı müraciət daxil olub. Bildirilir ki, rəqabət qanunvericiliyinin pozulması halları və əlamətləri müəyyən edilib və rəqabət qanunvericiliyinin pozulması haqqında iş qaldırılması məsələsinə baxılması üçün rəqabət komissiyasının yaradılması barədə qərar qəbul edilib. Məlumat üçün qeyd edək ki, Kontaktom Çin istehsalı olan Hoffman markalı məhsulları uzun illər müştərilərə məşhur Almaniya brendi kimi satıb. Yalnız 2021-ci ilin noyabr ayında Yenavaz.com saytında bu barədə yazı dərc olunduqdan sonra Kontaktom mağazalar şəbəkəsinin rəsmi veb saytında Hoffman markalı məhsulların təbliğatında istifadə olunan Almaniya brendi, Almaniya istehsalı kimi ifadələr silinib.